hər şeyi udan qara dəliklərin içində nələr var? Sonsuzluq, cəhənnəm, başqa bir kainata açılan qapı, yoxsa nə? Bu videomuzda belə iddialara işıq tutmağa çalışacağam. Amma öncə qara dəliklər haqqında məlumat almağa dəyər deyə düşünürəm. Qara dəlikləri kainatın canavarları adlandıra bilərik. Onlardan birinin yanına yaxınlaşmaq istəmərik. Qara dəlik planetləri və ulduzları udur. Həmçinin çox ustalıqla özünü gizlətməyi bacarır. Onu gördüyümüz an son anımız ola bilər. Ona yaxınlaşan hər şey yox olmağa məhkumdur. Qara dəliklər kainatdakı ən böyük sirdir. Cazibə qüvvələrinin ölçüsü yoxdur. Nə işıq, nə də zaman qara dəliklərdən özünü qoruya bilməz. Rənglərinin qara olmasının səbəbi hüdudsuz yox etmə potensialıdır. Qara dəliklər bütöv bir qalaktikanı, yəni trilyonlarla ulduzları uda bilər. Bu görüntülərdə qara dəlik bir ulduzu özünə çəkir. Yaxında o ulduz yox olacaq. Daha doğrusu, bilmədiyimiz bir yerə gedəcək. Qara dəlikdə yer çəkimi, zaman və maddə anlayışı bitir. Əgər Günəş planetinə bir qara dəlik yaxınlaşsa, bütün planetlər öz məhvərindən çıxacaq və bir-biri ilə çarpışacaq. Nəhayətdə kainatın canavarı planetimizi toza çevirəcək və udacaq. Qara dəliklər yerdən çox ağırdır. Bir iynə ucunun futbol topu ilə müqayisəsi kimi. Bəs bu canavarlar necə yaranır? Günəşdən 100 dəfə böyük ulduzları düşünün. Bu süper ulduzlardan hansısa biri öldükdə kainatda böyük partlama yaranır. Yeni hipernova. Hipernovanın bir saniyəsində yaranan enerji Günəşin milyardlarla il ərzində yaratdığı enerjidən çoxdur. Partlama sonrasında ulduzun nüvəsi içəri doğru çəkilir. Bütün bu hadisələr qara dəliyin doğulmasıdır. Biz zamanın dəyişməz olduğunu düşünürük. Amma qara dəlikdə zaman dayanır. Ona yaxın olsaq, keçirdiyimiz dəqiqələr yerdəki 1000 illərə bərabər olar. Qara dəlikdə fizika qanunları iflasa uğrayır. Yaxınlaşdıqca onun cazibə qüvvəsi an-ba-an artır. Məsələn, məni çəksə öncə ayağımdan çəkər. Elm adamları buna spagetti effekti deyirlər. Çünki qara dəliyə yaxınlaşan hər şey öncə nazilib uzanır, sonra çəkilir. Mərkəzə doğru irəlilədikcə əvvəlcə qaranlıq görünür. Ardınca isə kainatdakı ən əcaib görüntü meydana çıxır. Bura parlaq bir gözə bənzəyir. Gözün giləsi qara dəliyin ürəyidir. Çəkdiyi hər şeyin son məkanı oradır. Kimsə orada nə olduğunu bilmir. Fərqli iddialar da bundan sonra başlayır. 1. Qara dəliyin içinə girsək, kiçiləcəyik. Amma hər şey öz ölçüsünə görə kiçildiyindən rahatca yeni həyata başlaya biləcəyik. Orada ölüm və xəstəliklər olmayacaq. 2. Qara dəliklər qapıdır. O qapıdan keçsək, hər şeyi görə biləcəyik. Keçmişi də. Bu, gözümüzün işıqla əlaqəsindən yaranan iddiadır. 3. Qara dəliklər cəhənnəmdir. Bunu dini kitablardakı ayələrə bağlayırlar. Məsələn, qiyamət qopduqda günəş və ulduzlar cəhənnəmdə əriyəcək. İddia sahibləri inanırlar ki, burada məhz qara dəlikdən danışılır. 4. Ən tükürpədici iddia qara dəliklərdə cinlər yaşayır. İddia sahibləri bu varlıqların yaşadıkları yer kimi qara olduğunu deyirlər. Qara dəliklərdə zamansızlığın olması isə cinlərin insanlara nisbətən uzun yaşaması ilə əlaqələndirilir. Təbii ki, elm adamları bu iddiaları ciddiyə almırlar. 5. Qiyamətin qopması qara dəliklə əlaqədardır. Yəni bir qara dəlik Günəş sisteminə yaxınlaşacaq, hər şeyi özünə çəkəcək, yox eləyəcək. Astrologların bir çoxu bu qara dəliklərin başqa bir kainata açılan qapı olduğuna inanırlar. Paralel yaşam son zamanlarda alimlərin ən mübahisəli mövzularıdır. Amma qara dəliklərin sirri hələ də naməlum olaraq qalır.